dəyərli izləyicilər, bu günləri Chevrolet Orlando'dur. İkinci Chevrolet'də çıxardı satışa. Amma bu Chevroletimiz 2017-ci ildir. Deməli 1.6 dizel mühərrikdir. Sürətlə uçur, mühərrik tam qaydasında, ölkəyə yeni gəlib taksiyə tam yararlıdır və dediyim kimi udarsız bundusuz sürətlə uçur, mühərrik təkərlərinə qədər yaxşı vəziyyətdə. Avtomobil də yaxın təqdilə gördüyünüz kimi S-Kraska bir dənə Chevrolet çıxartmışamsa, özü də bazar dəyərindən aşağı, şirin qiymətə. Keçirik salonumuza. Hər 4 qapıda açarsız daxil olma. Salonumuzda sideniya qızdırıcıya qədər var, sidenkalarımız dəridir və s. Luku yoxdur bir dənə avtomobilin. Dediyim kimi, bütün funksiyalarımız da işləkdir. Avtomobil xərclənir, oturasın, sürəsən. Həm şəxsi istifadə üçün də yararlıdır, həm taksidə sürüb pul da qazana bilərsən və ən əsas 21.900 manata çıxdı satışa. Kreditdə də yönləndirə bilirik. Kim istəsə səhifədə əlaqə nömrələrimiz var. Və əgər siz də satırsınızsa, bazar dəyərindən aşağı avtomobil axtarırsınızsa, yenə də deyirəm, bizlə əlaqə saxlayın. Tez bir zamanda satışını reallaşdıraq. Sağ olun.